Trump, necə deyərlər, dünya gündəminin mövzusuydusa, açıqlamaları ilə, ə, hərəkətləri ilə necə deyərlər, artıq Suriyada proseslərə daxil olub, Suriyada ciddi hadisələr baş verir. Əvvəlcə etiraz etmirsinizsə, Amerika və Ukrayna arasında, Amerika və Avropa arasında olan gərginliklə bağlı fikirlərinizi alaq. Ondan sonra Suriya məsələsi ilə də və Suriyada baş verən hadisələrin Azərbaycana mümkün təsirləri ilə bağlı ehtimallarınızı da qiymətləndirməyə çalışaraq. Buyurun Əli bəy, nə baş verir Amerika və Avropa arasında? Ümumiyyətlə, yeni dünya düzəni qurulur. Biz 19-cu əsrdə də belə bir proses baş verib, 20-ci əsrdə də baş verib. Yəni bu ekspertlərin, siyasətçilərin, yaxın tarixi araşdıra bilmə imkanı olan şəxslərin qənaətlərinə görə bu son 200 ildə, indi əslində 3-cü yüzyıldır bu baş verir. Bu proseslər hər əsrin ilk 20 ilində, 20-30 ilində, yəni 20-30 il ərzində belə deyək də, bu bir düzən yaranır, ona bir bəlli bir format verirlər, formalaşdırırlar, sonra sabit o cürə idarə olunur, gedir dünya. Sadəcə olaraq əvvəlki yüzilliklərdə informasiya əlçatanlığı indi kimi deyildi, internet yox idi. Ona görə də, məsələn, biz əslində o dünya üçün bir ucqar idik. Yəni ki, Avropada, Amerikada, hətta Rusiyada baş verən hadisələr bizə bir 2 aydan, 3 aydan, bəzən 2 ildən sonra gəlib çatırdı. Və bəzən bəlli olurdu ki, əslində dünyanı onlar bölüşdürüblər, paypüşk ediblər, bizim xəbərimiz olmuyor. Amma indi texnologiya inkişaf edib, olduqca inkişaf edib. Xüsusilə informasiya texnologiyası o səviyyədədir ki, artıq dünyanın istənilən küncündə, bucağında, ucqarında baş verən hadisə anındaca bütün dünyanın sanki istifadəsində olur, təqdimatında olur. Yəni anında hər şeydən xəbərimiz olur. Bu baxımdan da, bəli, dünyanın harasında nə baş verirsə, ondan xəbərdar oluruq və beləliklə də sanki bir informasiya axının içinə düşmüş oluruq. Əslində götürəndə, məsələn, Suriyada baş verən hadisələr bir qədər fərqlidir, yaxud da fərqli coğrafiyadadır. Hətta bəzən onun aktyorları da fərqlidir, səbəbləri də ayrıdır. Amerikada baş verənlər bir başqa olaydır. Avropada olanlar tamam fərqli bir proseslərdir. Yaxud da Hind-Pasifikdə Yaponiyanın, bugün Koreyanın etdikləri və yaxud da Avstraliyanın etdikləri. Yəni dünyanın müxtəlif bölgələrində proseslər gedir, hərəkətlənmələr var. Bəli, hamı artıq necə deyirlər, deyir o əyləc basılıbdır, hamı bilir və hər kəs bir çaba içindədir. Yeni dünyada dövlətlər də çalışırlar ki, öz yerlərini tutsunlar. Müəyyən formatlar yaradırlar, birliklər yaradırlar, qütblər formalaşdırırlar, güc mərkəzləri yaradırlar. Yəni yeni dünyanın da anlaşılan odur ki, hələlik ən ciddi müəzziməsi, yəni belə deyək də, bu dünyanın formalaşdırmanın ən aparıcı xammalı güc faktorudur. Kim gücə sahibdirsə, o gücün içində təbii ki, maliyyə gücü var, hərbi güc var, informasiya gücü var, nə bilim, hiper güc var və s. və axır, siper daha doğrusu. Yəni, bax, bu faktorlar təbii ki, siyasi təsir imkanları, bu da bir güc sayıla bilər. Məsələn, dövlətin nüfusu, mövqeyi və s. əhali faktoru, bunlar hamısı demək olar ki, bugün önəmli rol alır. Yəni, deməyim odur ki, fərqli coğrafiyalarda fərqli hadisələr baş verir. Amma bunlara biz eyni zamanda izləmək, dinləmək imkanımız var. Ona görə sanki deyir, o üst-üstə gəlir. Bizə elə gəlir ki, dünya dağılır. Əslində, dünya dağılmır. Dünyanın, dediyim kimi, müxtəlif güşələrində bir hərəkətlənmələr var. Bəlkə də bu hərəkətlənmələr eyni ritm içindədir. Yəni, hamı yeni dünya düzəninə uyğun olaraq bir şeylər edir. Trump çəkilir, Amerikanı gücləndirir, təzyiqlər edir. Hətta bir maraqlı dostlarımızın bir yaxşı fikri var, deyir, Biden deyirdi ki, mən azad dünyanın lideriyəm, amma Trump deyir ki, mən bütün dünyanın lideriyəm, yəni azad, qeyri-azad, mənim üçün fərqi yox. Bu da əlbəttə daşları oynatdı yerində. İndi Rusiya hələ ki, səsini salıb içinə, indi zaten oradan qaynaqlanır ki, deyəsən Putinlə Trumpın hansısa əlaqələri var və yaxud da Rusiya ilə ABŞ-nin arasında hansısa bir heç kimə bəlli olmayan bir proses baş verir. Bunu qırağa qoysaq, məsələn, deyək ki, Ukrayna ilə və yaxud Ukrayna rəhbərliyi ilə ABŞ rəhbərliyi arasında gərginlik yaşadı. Ondan bir qədər öncə Kanada ilə ABC arasında bir yaşanmışdı. Yəni, Trump gələn kimi dərhal birinci Kanadaya erişdi. Hətta gəlməmişdən öncə Meksikaya erişdi. Hətta Kanadanın baş naziri istefa verirdi. Amma sonra istefaya getmədi.
Çox maraqlıdır. İndi deyir ki, o məsələn, Trump'ı məsələn, hələ lap yeni bir, məsələn deyim ki, o deyir ki, bunlar bizə alay edirlər, yəni hələ salırlar. Yəni Amerika rəhbərliyi, bu Kanada rəhbərliyinin açımıdır, yəni deyimidir. Bir onlar bizə ələ salırlar, bizə qubernator deyirlər, hələ birinci, nə bilim, ştatın rəhbəri deyirlər filan. Yəni bizi bir növ aşağılayırlar. Trump da bunu başqa cür deyir. Məsələn, deyir ki, bu baş nazir getmək istəmir. Ona görə mənim bu açıqlamalarımdan bir bəhanə kimi istifadə edir. Bu çox əyləncəlidir. Məsələn, mən də onun şeylərinə baxıram. Yəni, bu hakimiyyətini saxlamaq istəyir. Həm də əslində orada Trudeau'nun partiyanın içində də müəyyən etirazlar var. Deyir o, əleyhinə olan şeylər var. Amma başqa tərəfdən də Kanada və Böyük Britaniyanın rəsmi olaraq tərkibinə daxil. Avstraliya kimi, Yeni Zelandiya kimi. Yəni, sanki Trump'ın bu ilk baskılarına onlar bir növ razılaşdılar. Amma sonradan bir müqavimət yarandı, bir etiraz yarandı. Və getdikcə Avropada bu güclənir, dünyada güclənir. Hətta Amerikanın içində artıq çox ciddi bir etiraz sanki kütləsi formalaşır. Və maraqlı bir şeylər deyirlər ki, yəni Amerika yaxın bu il yarımda dağılmasa, bir şeylər olmasa, böyük ehtimalla Trump'ı devirəcəklər. Və yaxud da növbəti 2 ildən sonra aralı seçkilər olacaq. Senatın 1/3, Nümayəndələr Palatasının yeni tərkibi seçiləcək. Hətta ehtimal olunur ki, orada respublikaçılar ümumiyyətlə uduzacaqlar. Demokratlar bütövlükdə konqresi götürəcək və yəqin ki, Trump'a qarşı belki ona qarşı müəyyən addımlar atılacaq və hətta onun məsuliyyətə cəlb olunmasına qədər bu şeylər, yəni münasibətlər dərinləşəcək. Amma hər halda hələ ki Trump dünyanın sanki belə deyək, bir fon verənidir, gündəm yaradanıdır. Onun istənilən bir açılımı, mən impeachment-i nəzərdə tuturdum. Yəni Amerikada bəzən deyək ki, xüsusilə konqresdən müxalifət güclü olanda prezidentə və yaxud da başqa bir federal məmura qarşı impeachment, etimadsızlıq tətbiq edə bilirlər. Bunun üçün də şərtlər olmalıdır. Məsələn, Nümayəndələr Palatasında yarıdan çoxu onu dəstəkləməlidir. Senatın 3/2-si bunu dəstəkləməlidir. Amma indiki tərkibdə bu mümkün deyil. Nümayəndələr Palatası təqribən yarı-yarıdır. Senatda da elə qısa bir. Amma yəni respublikaçıların nisbi bir çoxluğu var. Məsələn, səhv etmirəmsə, Nümayəndələr Palatasında bugün respublikaçılar 218 nəfərlə təmsil olunur, amma demokratlar 215 nəfərlə. Yəni fərq var, amma çox da böyük deyil. Amma ola bilər ki, Trump'ın siyasəti, xüsusilə son vaxtlar ABŞ-də çox ciddi bir bahalaşma var. Artıq müəyyən, deyək ki, həyata keçirdiyi islahatlar, xüsusilə bu ölkələrə qarşı, Kanadaya qarşı, Meksikaya qarşı, Çinə qarşı tətbiq elədiyi bu ödəmələrin artırılması, yəni 25%'lik rüsumlar artıq ölkənin içində müəyyən bir bəlirsizlik yaradır. Amerikanın içində artıq narahatçılıqlar var. Amma hesab edirlər ki, bu biraz zaman alacaqdır. Müəyyən zamandan sonra bu ola bilsin artıq inflyasiya başlasın, narazılıq başlasın, işsizlik başlasın və beləliklə də ABŞ-nin içində belə Trump'a qarşı çox ciddi bir etiraz kütləsi formalaşsın. Amma eyni şey artıq Avropada da yaranır, Qərbdə də yaranır. Hətta son günlər bilirsiniz, Çinlə belə bir qarşı durma, bir söz atışması oldu. Onlar dedilər ki, biz Çinə qarşı bunları edəcəyik. Çin də dedi ki, biz də sizə qarşı heç nədən çəkinmirik. Yəni, əlinizdən nə gəlir edin, istəyirsiniz iqtisadi savaş eləyək, istəyirsiniz hərbi savaş eləyək, biz buna hazırıq. Yəni, zaten də bəllidir ki, Çin də bir hazırlıq içindədir. Hətta mən bugün maraqlı bir şeyə rast gəldim. Çində yeraltı sığınaqlar tikirlər. Çox böyük istehkamlar hazırlanır, tikilir və indi artıq bu belə bir təəccüb və şübhə yaradır. Deyirlər, Çin bunu nədən edir? Deməli, müharibə hazırlığı var. Məsələn, bu şeylər soyuq müharibə dönəmində var idi. Xüsusilə bu nüvə hücumuna qarşı belə bir istehkamlar, yeraltı sığınacaqlar falanlar tikilirdi. Amma indi artıq soyuq müharibə qutarandan sonra bu Avropada, Qərbdə dayanıb. Amma Çində bəllidir ki, aydın olur ki, Çin əksinə daha ciddi, daha böyük belə bir yeraltı sığınacaqlar falanlar tikir. Yəni bir formada sanki dünya bir qarşı durmaya hazırlanır, müharibə hazırlanır. İndi o barədə danışırdıq və yaxud da eşidirdik. Hətta bəzən də düşünürdük ki, ola bilsin bunlar komple teoriyadır. Amma indi bəlli olur ki, deyəsən yox, komple teoriya deyil, gerçəklikdir. Prosta öncədən müəyyən informasiyalar sızdırılır, sanki cəmiyyət, dünya da buna
hazırlandırılır. Sonra da proseslər baş verəndə hamı düşünür ki, biz zaten bu barədə eşitmişdik də. Yəni dünyada savaşların olması, əhalinin sayının azaldılması, bir neçə böyük dövlətin və yaxud da dövlət birliklərinin yaranması, ümumiyyətlə milli dövlətlərin aradan qaldırılması, müxtəlif deyək ki, qütblər təşkil edən imperiyaların və yaxud da dövlət birliklərinin oluşması. Yəni bax, yeni dünya budur. Çox qütblü, xaotik bir dünya. İndi Trump da zaten gələn kimi bu xaos məsələsində xüsusilə mən hesab edirəm ki, uğurlu oldu. Qısa bir müddətdə bir dünyada sanki bir xaos yarada bildi. Oradan Qırlandiyanı istədi, buradan Kanadaya hücum etdi. Yeri gəlmişkən onun o 25%lik rüsumları artıq mart ayının 4-dən qüvvəyə mindi. Bu həm qonşu ölkələr üçün, məsələn Meksika üçün, Kanada üçün, Çin üçün müəyyən problemlər yaradır. Amma təbii ki, Amerikanın özünə də problemlər yaranacaq. Çünki o rüsumların qaldırılması təbii ki, ölkənin içində bahalaşmanı da yaradır. Artıq maşınlar planlar, məsələn, ABŞ-də, Amerikanın özündə belə bazarlarda artıq maşınlar bahalaşır, avtomobillər. Başqa bir çox məhsullar bahalaşmağa başlayıb. Bunun başqa bir etkisi də var. Məsələn, deyək ki, Trumpın ən yaxın tərəfdaşlarından biri, nə bilim, ideya qardaşı da deyə bilərik ona və yaxud da vuran sağ əli, nə bilim, sol qolu da deyə bilərik. Musk, məsələn, Musk ümumiyyətlə hesab olunur ki, Trumpın bu, bəzən ümumiyyətlə Trumpın bu addımlarına bir avantura kimi də baxanlar var və yaxud da dünyanı xilas eləyən bir cəngavər kimi də onu görənlər var. Dünyanı kürəsəlçilərdən xilas edən bir qərb mədəniyyətinin təmsilçisi kimi, evangelist kimi baxanlar da var. Hətta ona irqçi deyənlər də var. Ümumiyyətlə bu ağ irqi və yaxud da ağ irqin vətəni olan Qərbi, Amerikanı xilas edən bir cəngavər kimi də təqdim edirlər. Yəni kim hardan baxırsa, Trump orada bir fərqli bir formatda görsəniz, amma bütün hallarda Trump dediyim kimi sanki dünyadakı sabitliyi pozub, daşları yerindən oynadıb və bir çox ciddi bir hərəkətlənmələr var. Amma indi maraqlıdır ki, dairə getdikcə genişlənir. Yəni bunu gələndə Kanada ilə, Meksika ilə, Panama ilə edirdisə, nə bilim Çinə qarşı daha çox bu addımlar atacağı gözlənilirsə, sanki birdən bir gözlənilən və yaxud da gözlənilməyən bir gediş elədi və Avropanı hədəf aldı. Və xüsusilə Ukrayna çox belə amansızcasına sanki Trump tərəfindən bir baskıya alır. İndi hərbi yardımların dayandırılması, Vaşinqtonda baş verən o sərt qarşı durma, Trumpın və onun komandasının Zelenskiyə qarşı olan ritorikası, indi bəlli olur ki, Ukraynada partiyalarla artıq Trumpın 4 köməkçisi deyirlər, görüşlər keçirib və orada Zelenskini dəyişmək barədə düşünürlər və s. Yəni anlaşılan odur ki, Trump belə hazır planlarla gəlib. Dünyanın çox fərqli bölgələri üçün Trumpın sanki belə dediyim kimi planları var, hazır paketləri var, keyslər var. İndi bu keyslər bir-bir açıldıqca o bölgələrdə sabitlik korlanır. Sanki bölgə qarışır. İndi məsələn, yaxın şərqlə bağlı elə. Məsələn, Həmasla bağlı artıq çox sərt şəkildə məsələ qoydu ki, bütün o girovları azad edin, yoxsa cəhənnəm əzabını sizə yaşadacağıq. Vəbşə o Həmasçılar da oradan ya çıxsın, geçsin, ya da onların hamısını məhv edəcəyin. Fələstin xalqına da iradları bildirdi. İndi zaten də o məsələdə düzdür, Trumpın rolu var. O barışın alınmasında Trump bildiyim qədər öz nüfuzundan istifadə etdi və onu təmin elədi. Amma orada bir razılaşma da var idi. Bir 3 mərhələli razılaşma vardı. İndi Həmas tərəfi, yəni Fələstin xalqı deyirlər ki, biz razılaşmışdıq. Birinci mərhələdə bunlar olsun, bunu etmişik. İndi ikinci mərhələnin öz şərtləri var, üçüncü mərhələnin öz şərtləri var. Amma anlaşılan olur ki, İsrail bunlar razılaşmır, Trump da hədəliyir. Yəni yenidən orada müharibə yaranması ehtimalı var. Yəni biz bir tərəfdən Trump'ı sanki dünyana gəlib müharibələri dayandıran bir lider, bir prezident kimi görməyə hazırlaşırdı. Çünki onun açılımları bu istiqamətləri ki, 3-cü Dünya müharibəsi qaçılmazdı, amma mən gəlib onu dayandıracağım. Amma digər tərəfdən də Trump'ın özünün etdikləri, özünün tətiklədikləri dünyada çox ciddi bir bədirsizlik yaradı, bir qeyri-sabitlik yaradı. Və bu qeyri-sabitlik sanki hər gün bir qədər də dəyişir və çox sürətlə dəyişir. Hətta bəlkə heç kim gözləmirdi ki, Çin belə tezliklə silah sursatını götürsün və demarş eləsin, etiraz eləsin və yaxud da artıq ümumiyyətlə hamı deyirdi ki, Tayvanla Çinin qarşı durması olacaq, amma o ola bilsin indi deyil, biraz sonra olacaq. Və yaxud da Çin Tayvanı istəyir, amma müharibə ilə deyil, dinç yolla əl almağa çalışır bir formada. Amma indi artıq çox sərt formada Çin rəhbəri ümumiyyətlə bu gün Çinin Xarici İşlər Nazirinin açıqlaması vardı ki, Tayvan bizim bir hissəmizdir. Bunu belə başa düşməlisiniz, qəbul etməlisiniz. Yəni heç kimin ixtiyarı yoxdur ki, bu Tayvana əlavə nələrsə etsin. Hətta
Tayvanla o hərbi siyasi əməkdaşlıq edən şirkətlərə, dövlətlərə qarşı belə artıq Çin başlayıb sanksiya tətbiq eləməyə. Yəni sanki bir gərginlik ocağı da orada yaranır və Trumpın da məncə orada müəyyən payı var. Orta Şərqdə sakitlik var idi. Orada da yenidən gərginlik var. Yəni Trump orada əli çatır. İndi o Qəzza ilə bağlı planları var idi ki, həmin oranı tikəcəm, belə eləyəcəm. Yəni sanki sakitlik yaratmaq, sülh yaratmağa gələn adam əksinə biraz da qarışdırır kimi. Və təqdimat budur. Görsənən budur. Rusiya ilə Ukrayna savaşına gəldikdə son günlər mən izləyirəm. Təbii ki, Ukrayna segmentində bu daha çoxdur. Amma Avropada və Amerikada da ki, bir çox ekspertlər artıq ciddi şəkildə inanmağa başlayıblar ki, Putinlə Trumpın arasında bir əməkdaşlıq var. Bir razılaşma var və bu gün Ukraynanın başına gələnlər, Zelenskinin haqq-nahaq qınanması, cəzalandırılması, Ukraynaya qarşı bu sanksiyalar, bunlar yəni həmin o razılaşmanın nəticəsində ortaya çıxan şeylərdir. İndi onu bəzən deyirlər, hə, gəlir orada Zelenski belə danışmayaydı, elə eləməyəydi, susaydı, nə bilim, Trumpın xətrinə dəyməyəydi. Amma əhəmiyyətli bir şey deyir ki, o nə edir etsin, Trump zaten bunu planlaşdırmışdı. Bu şeylər olmalıydı. O da olmasaydı başqa bir şey bəhanə edəcəkdi. Çünki onun Rusiya ilə Putinlə müəyyən razılaşmaları var və burada da hələlik Rusiya açıq dəstəkdən çox Ukraynanı sıxmaq. Birinci mərhələdə budur. İndi o hərbi yardımlar dayandırılır, nə bilim, kəşfiyyat məlumatları verilmir falan. Amma başqa tərəfdən Avropanı da tətkiklədi. Avropa anladı ki, artıq ABŞ bir gün onu yiyəsiz qoya bilər. O bizdə bir söz var, deyir ki, səni ata bilər. Yəni, bir gün deyir, ayılıb görərsən ki, yoxdur da, dam yoxdur, qalmısan belə. Ona görə indidən öz başına çarə yox. Yəni, bu baxımdan artıq biz görürük ki, Avropa çox ciddi, əvvəlcə danışırdılar, ayrılırdılar falan. Amma indi də danışıb qərarlara gəlməyə başlayıblar ki, Avropa özünün hərbi sənaye kompleksini gücləndirmək, özünün təhlükəsizlik və müdafiə sənayesini inkişaf elətdirmək, özünün ümumiyyətlə təhlükəsizlik çətirinin qayğısına qalmaq barədə ciddi qərarlar verir. Artıq dünən belə bir qərar verdilər, bir 800 milyard avroluq bir paket hazırlandı Avropa İttifaqı Komissiyasının prezidenti Ursula von der Leyenin təşəbbüsü ilə, təklifi ilə. İndi orada da razılaşıblar, onların müəyyən bir hissəsini hətta orada kreditlər hesabına, qalan bir hissəsi ölkələrin imkanları hesabına, yəni belə bir böyük hərbi paket, daha doğrusu hərbi xərclərə, yəni Avropanın müdafiəsinə yönələn bir paket nəzərdə tutulub və yəqin ki, Avropa biz indən belə görəcəyik ki, çox ciddi şəkildə silahlanmağa başlayacaq. Yəni Amerikanın o şəmsiyyəsinin sanki Avropadan getməsi, Amerikanın o öz Avro-Atlantika məkanını himayə etməməsi, indi Avropalıları üzərinə bir yük qoyub ki, özləri öz təhlükəsizliklərini barədə düşünməyə məcburdular. Amma eyni zamanda Ukraynada indi Avropanın payına düşüb. Yəni, həm də onlar Ukraynanı qorumalıdırlar. Yeri gəlmişkən orada Ukraynada bir 30 milyard avroluq bir paket nəzərdə tutdular, belə bir yardım ediləcəkdir. Əlbəttə, yəni dünya zaten qarışmışdı. Yəni son bir neçə ildə bu proses baş verir. Amma indi Trumpın gəlişi ilə hamı bir sabitlik gözləyirdi, sakitlik gözləyirdi. Əksinə Trump bir qədər də o sabitliyi poza bildi, sanki sürətləndirdi. Üstəlik də, yəni əvvəl düşünürdülər ki, Rusiya qarşı Amerika, Avropa, bəlkə Ukrayna bir yerdədir. İndi artıq Avropalılar hələ anlamağa çalışırlar ki, sabah bunların Rusiya ilə qarşı durması olacaqsa, ABŞ Rusiyanın yanında olacaq, yoxsa bunların yanında olacaq. Amma bir dəqiqə onu aydınlaşdırmağa çalışırlar. Yəni, hətta başqa bir maraqlı tendensiya da var. Yəni, adətən Rusiya ilə Çin bir yerdə idi, ABŞ ilə Avropa bir blokdaydı. İndi necə ki, o Rusiya ilə ABŞ arasında bir yaxınlıq yaranar, indi ehtimal olunur ki, Avropa İttifaqı ilə də Çin yaxınlaşa bilər. Və yaxud da hətta son günlər, ümumiyyətlə, bu Ukrayna danışıqlarında Çinin də rol alması, nə bilim, o barış təklifi falan, bu da müzakirə olunur. Yəni, sanki hər şey qarışır. Hər gün də qarışmaqda davam edir. Amma bütün anlarda Ukraynada müharibə gedir. Ukrayna dağılır, Ukrayna viran qalır. Çox təəssüf ki, Rusiya şərtlər dəyişsə də, vəziyyət dəyişsə də, nə bilim, hakimiyyətlər dəyişsə də, hələ də öz təcavüzünü və aqressiyasını davam etdirir. Amma təbii ki, Rusiyanın müxtəlif siyasətçilərinin fərqli çağırışları da var. Hətta Rusiyanın 2 milyonluq yeni bir ordu yaratması, Avropanı baskıya alması, keçmiş Sovet ölkələrinə hücum etməsi ilə bağlı da narazıçılıqlar və informasiyalar var. Qısası, bax, yeni dünya düzəni bizə hər zaman danışırdı ki, o çox təəssüf ki,
hər zaman dünyanın bir formatı dəyişəndə, idarəetmə forması dəyişəndə, düzəni dəyişəndə, o təəssüf ki, müharibələrlə bu baş verir. Burada əsas alət, siyasi alət müharibə olur. Yəni bunu danışıqlar üzərindən müxtəlif razılaşmalar, siyasi anlaşmalar, yaxud da Trumpın təbirincə desək, sövdələşmələr üzərindən etmirlər. Bunu bir qayda müharibələr üzərindən edirlər və o müharibənin sonucunda kim qalib gəlirsə, dünyanın davası sahibi onlar olur. Dünyanı onlar formalaşdırır. Bax indi belə sanki hamıya qarşı bir hazırlıq içindədir. Hamı özünün artıq hərbi sənaye kompleksini, silah sursatını artırır, istehsalını artırır, hərbi xərclərini artırır, uzun illər ümumiyyətlə dünyanın rifah bölgəsi hesab olunan, yəni mülki bir bölgəsi, yəni hərbisizləşmiş bölgəsi hesab olunan Avropa özü indi artıq çox böyük hərbi büdcələr ayırır. Yəni deməyim odur ki, Yaponiyada da bu şeylər baş verir, Koreyada da baş verir, hətta Yeni Zelandiya və Avstraliya kimi bir qədər belə deyək də, bu sanki uzaqda olan, ucqarda olan bölgələrdə də bu silah-sursat istehsalının artırılması, bir hazırlıq içində olma çabası var. Yəni dünya qarışır. Əlbəttə bizim bölgənin də, bizim ərazinin də, yəni konkret olaraq bizim yaşadığımız coğrafiyanın da sorunları yetərincədir. Amma hətta bəzən düşünürsən ki, bugün bu ABŞ ilə Avropanın arasında olan, ABŞ ilə Ukraynanın arasında olan bu qalmaqal o qədər böyükdür ki, bizim artıq Güney Qafqazdakı məsələlər yadımızdan belə çıxır. Yəni Ukrayna-Rusiya arasındakı savaş davam edir. Növbəti həftə ABŞ ilə Ukrayna nümayəndələrinin Səudiyyədə görüşməsi ehtimalı var. İndi görüşüb orada nəyisə danışacaqlar. Hər halda ümid eləyək ki, bir atəşkəs olacaq. Nələrsə olacaq. Ümid eləyək ki, ABŞ ilə Ukraynanın arası düzələcək. O ABŞ-nin Ukrayna olan yardımı dayanmayacaq. Amma daha yaxşı olardı ki, ümumiyyətlə müharibə dayansın. Ümumiyyətlə Rusiyada, Ukraynada bir anlaşsınlar. Rusiya onun bunun ərazilərini tutmaqdan imtina eləsin. Elə özünün 17 milyonu bəsidir. Keçsin orada başını qatsın və bu qalan ölkələrə, xüsusilə bu qonşu dövlətlərə də bir dinçlik versin.